Əgər sən özəl universitetdən dövlət universitetinə təyin öyrənmək istəyirsənsə, bu videonu izləyə bilərsən. Bəzi rəvayətlər var, özəl universitet bitirəndən sonra iş tapa bilməyəcəksən, dövlət universiteti tanınır və s. və yaxud bu rəvayətləri biz burada puç eləmişik demək olar ki, bu videonu əgər izləsən, tam dəqiq və konkret məlumat ala biləcəksən. Salam, hər vaxtınız xeyirli olsun əziz dostlar. Mən Hüseyn Əsgərov. Bu günləri mövzumuz həqiqətən çox gündəmdə olan aktual mövzulardan biridir. Özəl universitet yoxsa dövlət universitetləri? Özəl universitetlər yoxsa dövlət universitetləri? Bunların haqqında məlumat verəcəm. Həqiqətən sən də bunların arasındakı fərqləri görmək istəyirsənsə, bunların arasındakı fərqləri öyrənmək istəyirsənsə, bizim videomuzu izləyə bilərsən. Getdik. Gəldik əsas məsələyə. Universitetlər arasındakı fərqləri və yaxud eyni cəhətlərdən bəhs edək. Baxın uşaqlar, biz burada tərəflərə bölmüşük, bölmələrə bölmüşük. Hər bölmənin içində məlumatlar var. Necə? Məsələn, birinci tərəfdən biz deyə bilərik ki, maliyyələşmə fərqləri var. Dövlət universiteti dövlət tərəfindən maliyyələşir, özəl universitet isə özəl, məsəl üçün, sahibkar tərəfindən maliyyələşir. Bunu biz necə deyə bilərik? Məsəl üçün, görə bilərsiniz ki, özəl universitetlərlə dövlət universitetləri arasında illik haqqında fərqlər olur. Bax, buradan anlaya bilərsiniz ki, dövlət universiteti dövlət tərəfindən maliyyələşdirildiğinə görə bir qədər, məsəl üçün, dövlət universiteti daha fərqlənir. Daha, belə deyim, az illik haqqı tələb edir. Onun haqqında da bəhs edirik. İkinci tərəfdən biz kampus fərqlərini deyə bilərik. Məsələn, dövlət universitetləri, bəzi dövlət universitetləri məsələn, şərait bir qədər zəif ola bilər və yaxud bir qədər gec təkmilləşə bilər. Məsələn, texniki cəhət olsun, bəzilərinə aid, bəzi dövlət universitetlərinə aiddir və yaxud şəraiti olsun, partalar, kampus, laboratoriya, ola bilər burada kitabxanalar ola bilər, burada ola bilər yeməkxanalar ola bilər. Bir qədər dövlət universitetləri zəif ola bilər, bəzi dövlət universitetləri. Amma özəl universitetlərdə demək olar ki, yoxdur, hamısı yaxşıdır, texniki cəhət olsun, görkəmi olsun, kampusu olsun, daha əlverişlidir, daha rahatdır və s. Bu. Üçüncü tərəfdən isə, məsələn, hamı narahatlıq keçirilən məsələ budur, yəni üçüncü tərəfdədir, diplom və iş tapmaq. Bəziləri ilə başa düşür ki, diplom tanınmır və s. və ilə axır, bəzən mənə deyirlər, müəllim, özəl olmasın, ancaq dövlət, nə olur dövlət olsun, hansı ixtisas olur ancaq dövlətdə, 300 balım var ancaq dövlətdə olsun. Yəni, bu nə demək? Yəni, özəl universitet sənin düşmənin deyil ki, bala. Yəni, dövlət universiteti də olar, özəl universitetlər heç fərqi yoxdur. Yəni, bunu qeyd edeyim əvvəlcədən. Hamısının diplomu, bütün təhsil müəssisələrinin diplomu, təhsil müəssisəsi tərəfindən tanınır. Hamısı da akkreditasiyalıdır. Yəni, icazəlidir. Yəni, bu diplom təhsil müəssisəsi tərəfindən verilir. Gəlin fərqini qısa olaraq deyim. 10 qismli bir özəl universitet var ki, 10 qismdədir, bu 10%lıq bölümdədir. Məsəl üçün, işə götürən həmin diplomu istəməyə bilər. Təhsil müəssisəsi tanıya bilir, yəni yenə dedim ki, 10%lıq bir özəl universitet var ki, onun adını deməyəcəm təbii ki, həmin universitetdə problem yaşaya bilərsiniz. Gələcəkdə, məsələn, iş imkanlarınız qısıtlı ola bilər. Bunu qeyd edeyim əvvəlcə. Keçdik təqaüd. Təqaüd məsələsi nədir? Təqaüd ümumiyyətlə, belə deyək də, abituriyentləri ayırır onun yeri. Əslində, dövlət sifarişli yer olanda onların hesabına ayırır. Yəni, dövlət sifarişli yer varsa, o qədər də stipendiya var. Anladınız. Təqaüdlər belə ayrılır. Dövlət tərəfindən belə ayrılır. İndi dövlət sifarişli yerlər olmalıdır ki, təqaüdlər olsun. Məsələn, bəzi universitetlərdə, məsələn, mənim elə öz universitetim, Bakı Slavyan Universitetində olsun. Məsələn, təqaüd, məsələn, neçə dənə ödənişsiz yer var, bir dənə ödənişsiz yer var bizdə. Məsələn, bir dənə təqaüd yer var. İndi bu çox yəni ürək açan deyil, amma belədir. Yəni, işin baxmayaraq dövlət universitetdə, amma təqaüd imkanı yox. Belə deyim, yox da sıfırdır. Belə deyim. Belə 85 ortamında da olsa belə stipendiya var bizdə. Amma bir çox dövlət universitetlərində, yəni 10%lik qismindən Bakı Slavyan Universiteti və yaxud başqa dövlət universitetlərindən, regionlarda ola bilər. Amma digər dövlət universitetləri olsun, dövlət sifarişli yerlər olduğundan, çox olduğuna görə stipendiyalarda da, təqaüdlərdə də sənə imkan yaradır. Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetində belə bir, belə deyim, stipendiyaya görə nəsə bir kampaniya keçirilə bilir və digər universitetlərdə də olur ki, dövlət universitetlərində, məsələn, həvəsləndirici və ya təqaüdlər olur. 70-80% dövlət universitetlərində. Özəl universitetlərdə isə bir qədər təqaüdlər ola bilər, az olsun. Amma yenə dediyim kimi, dövlət sifarişli yeri varsa, məsələn, Xəzər Universitetində dövlət sifarişli yeri var, orada stipendiya verirlər. Gələk 5-ci fərqə, dediyim, 5-ci tərəfə gələk. Dövlət universitetlərində də ödənişsiz təhsil ala bilərsiniz, özəl universitetlərdə də ödənişsiz təhsil ala bilərsiniz. Bu, sadəcə sizin topladığınız baldan asılıdır. Düzdür, bəzi universitetlər var, məsələn, ADA Universiteti. Ümumilikdə o başqaca sistemlə işləyir deyənə, dövlət sifarişli yerləri az olur orada. Özü az götürürmü deyək və yaxud Təhsil Nazirliyi ona az yer vermir deyək. Yəni, daha çox özəllərə xitab edən bir universitetdə, özəl yəni ödənişli olsun, belə universitetdə olur. Dövlət sifarişli yerləri az ayrılır. Daha çox olimpiya qalibləri qəbul olur.
Dimlə qəbul olan var idi. 1-2 dənə az da var. Az qəbul var. Xəzər Universitetindən dövlət dim tərəfindən belə deyim. Bunu deyə bilərəm. Yəni ikisində məsələn Xəzər Universiteti olsun, Azərbaycan Universiteti olsun, digər universitet, Abrasiya Universiteti olsun, çəkmədiyim, adlarını çəkmədiyim çox universitet var da özəl universitetlərdə. Yəni bunlarda da öyrəncisiz təhsil ala bilərsiniz. Heç bir problem yoxdur. Sadəcə dediyim kimi təqaüd problemlərini yaşaya bilərsiniz orada dediyim kimi. Həmişə səsə satırsınız, mən orada da izah edirəm. Necə? Yəni tam açıq izah edirəm. Deməli, özəl universitetlərdə dövlət sifariş yerləri azdır. Bu təbii ki, özəl universitetdən də çox asılı deyil. Yəni tələbənin yazmağından asılı. Daha çox dövlət universitetlərinə və yaxud tanınmış özəl universitetlərə qaçdığına görə bəzi özəl universitetlərdə stipendiya yeri az olur. Yəni çünki dövlət sifarişi oxuyan olmur buna görə. Yəqin tutacaqsınız indi inşallah bir universitetə qəbul olandan sonra daha yaxşı biləcəksiniz. Başa düşəcəksiniz. Yəni stipendiya məsələsi tamamilə ödənişsiz qəbul olanlardan asılıdır. Başa düşdünüz yəqin ki. Belə gələk 6-cı fərqimizə, 6-cı cəhətimizə. Dövlət universiteti ilə özəl universitetin arasında heç bir səviyə yoxdur. Hamısı normal universitetlərdir. Təhsil cəhətinə gəlir. Elə 6-cı tərəfdə təhsil cəhətinə. İkisi də yaxşı təhsil verir. Yəni özəl müəssisələrdə, dövlət müəssisələrdə yaxşı təhsil verirlər. Ola bilər indi bəzi özəl universitetlər daha yaxşı ola bilər, bəzi dövlət universitetləri daha yaxşı ola bilər. Hər universitetin öz keçmiş tarixi var. Onlardan araşdıra bilərsiniz. Məsələn, Xəzər Universiteti yaxşı universitet olsun, digər adresi olsun. Yəni biz burada hər hansı bir universitet pisləmək istəmirik. Məsələn, yəqin sizin o qorxularınızı almaq istəyirik və yaxud sizin o yanlış məlumatlar var ki, onları almaq istəyirsiniz. Yəni mənim məqsədim burada sizi düzgün yönləndirmək. Başa düşdünüzmü? Yəni özəl universitetdə yəni belə bir şeyə qapılmayın ki, yəni mən sabah bir gün tarandan sonra diplom tanımayacağam. Heç bir elə bir şey yoxdur əzizim. Onu Təhsil Nazirliyi verir, Təhsil Nazirliyi verir. Düz müəssisədən verir, amma Təhsil Nazirliyi verir. Heç bir fərq yoxdur onlarda. Diplom diplomdur. Yəni sən deyirsən işə götürməyə və s. və yaxud bəli, özəl universitetlərdə də hətta səni xaricə də göndərirlər. Daha çox proqramlar ola bilər, yəni özəl universitetlərdə. Məsələn, bir qədər imkanları hətta bəzi özəl universitetlər də yeganə universitetlərdən var ki, özəl universitetlərdə bu imkanları tanıyır. Dövlət universitetlərində də olmalıdır. Belə. Özəllər daha fəal olur bu cəhətlərdən. Xaricə göndərilmə olsun və s. Xəzər Universitetində də olmalıdır. Hə, gəlin əsas məsələdə də mən bir öz fikrimi bildirim. Özəl universitetlə dövlət universitetləri arasında dediyim kimi kəskin fərqlər yoxdur. İçinə girib təhsil ala bilərsiniz. Məsələn, mən Xəzər Universitetində təhsil almaq istəyərdim. İş tapmağı bilirsiniz, yəni özəl qutarandan sonra və ya dövlət qutarandan sonra eyni şeydir. Əsasən sizin bilik və bacarıqlarınıza baxır. Məsələn, bir ingilis dili müəllimi, məsələn, bir filoloq və ya bir ingilis dili və ya Azərbaycan dili ədəbiyyat müəllimi o 4 il oxuyub qutarır və onun heç bir bilik bacarığı yoxdur. Məsələn, bu adam yola verir. Məsələn, ingilis dili müəllimidir, amma heç B1 səviyyəsində, məsələn, 4 il bitib, amma B1 səviyyəsində bilmir və yaxud A2 səviyyəsində bilmir. Məsələn, bu nə deməkdir? Bilik və bacarığından asılıdır. Aldığın sertifikat olsun, boş-boş sertifikatlar yoxdur. Yəni tanınan və yaxud səni inkişaf elətdirən sertifikatlar, yəni və könüllü proqramlarını deyirəm. Demək, kurs olsun, özü inkişaf elətdirə biləcəyin, yəni kurslar var və yaxud kurslar da olmasın, özün inkişaf edə bilərsən. Sənin bilik və bacarığa baxır. Sənin belə deyim də universitet vaxtı boş-boş oturub ancaq universitetə gedib gəlibsənsə, yəni sən işə ötsən sən nə qarsan belə deyim də, nə qədər gedib gələrsən. Yəni bilik və bacarıqlar praktikan olmalıdır. İndi universitetlər praktikaya çox da vaxt ayırmır, amma sənin həm praktikan olmalıdır, həm bilik və bacarıqların olmalıdır ki, işə götürən səni götürsün işə. Sən deyə işə götürənsən, sən biznesmensən, işə götürənsən. Sən kimi götürərsən işə? Bilik və bacarığı olan bir şəxsimi, yoxsa sadəcə 4 il kursa universitetə gedib gələn bir şəxsimi? Təbii ki, onu götürərsən. Həm onun belə deyim də öz bilik və bacarığı var, 4 il boyunca özünü inkişaf elətdirib və s. Başa düşdünüzmü? Yəqin mən anlayırsınız. Yəni əsasən bilik və bacarıqlara baxır. Yəni diplom mövzudur. Belə. Sağ olun, salamat qalın. Ümid edirəm ki, istədiyiniz universitetdə, istədiyiniz ixtisası ödənişsiz təhsil alasınız inşallah. Ödənişsiz çox da, yəni ödənişli yaxşı ixtisas. Bir də bunu qeyd edim ki, ödənişli yaxşı ixtisas oxuya bilirsinizsə və imkanınız da varsa, həqiqətən gedin oxuyun. Hətta tələbə kredit də var. İndi buna da faiz var, bir qədər faiz var. 6%, mən 2%, hətta yaxşı oxuyanda deyəsən güzəşt edirlər. Belə. Bundan da yararlana bilərsiniz. Gedib yaxşı ixtisas oxuyun əzizlərim. Çünki 4 ilinizi fəda verməyin. Doğru, məsəl üçün gedim mən tanınmayan bir, məsəl üçün mədən mühəndisliyi deyək də, indi nümunə olaraq deyim. Mədən mühəndisliyi Azərbaycanda o qədər də geniş deyil, amma xaricdə daha çox gəlir əldə edə bilərsiniz. Mədən mühəndisi deyək. İnşaat mühəndisi, mədən mühəndisini məsələn fərqləndirsək, təbii ki də inşaat mühəndisi daha yaxşıdır. Ödənişli edib məsələn inşaat mühəndisini oxuyaq. Məsəl üçün. Və yaxud 3-cü qrupdan deyək.
Deyək ki, mən gedib kitabxanaçılıq oxumaqdansa gedib məsələn müəllimlik oxuyaram ödənişli və s. Yəni demirəm kitabxanaçılıq pisdir və yaxud mədən mühəndisliyi pisdir, gedib oxumayım və s. Mən sadəcə öz görüşlərimi deyirəm, öz fikirlərimi deyirəm. Belə. Kitabxanaçılıq da təbii ki, öz növbəsində yaxşıdır və s. Baxın, ödənişli deyirəm, oxuya bilirsinizsə gedin oxuyun. Başa düşdünüzmü? Mən də ödənişli oxuya bilərdim, muzey vaxtlarının qorunması ixtisasını oxuya bilərdim, hətta təhsildə psixoloqda oxuya bilərdim, sosial iş oxuya bilərdimmi? Şansım hətta sosial işi də var idi. Mən digər ixtisaslar vardı, ödənişli mən oxuya bilirdim, üçüncü qrupda. Mən sadəcə dedim ki, mən gələcəyimdə məsələn belə bir ixtisas seçərdim, məsələn, mən sizin qabağınızda indi olmazdım. Hər şey demək olar ki, sizin seçdiyiniz yollardan asılıdır. Yəni yolunuzu düzgün seçin və irəliləyin əzizlərim. Ümid edirəm bu video sizə yararlı oldu. Bizim kanalımıza abunə olmalı, bəyənməyi, həmçinin məni Instagramdan da izləyə bilərsiniz, suallarınızı da ünvanlaya bilərsiniz. Hətta mən öz şəxsi nömrəmi də belə qoymuşam ki, siz mənə sual verin, məlumat əldə edin. Həmçinin bizim indi burada bir qədər şeyə keçəcəm. Reklama ehtiyac varmı? Əslində yoxdur o qədər. Çünki mən reklam yox, reklamı belə deyək də, işimlə, yəni gördüyüm işlərlə göstərməyə çalışıram. Belə deyim, reklam göstərmək sevmirəm. Belə deyim, bizim avqustun 1-nin ola bilər 9, 10-cu siniflər və yaxud gələn 11-ci siniflər bizi burada izləyir. Bizim abituriyentlər üçün hazırlıq qrupumuz olacaq, ingilis dili üzrə. Yəni özün həqiqətən inkişaf etdirmək. Oxuyan uşaqlar varsa, indi birinci oxuyan uşaqlar, məni yormayan uşaqlar xahiş edirəm. Yor, amma oxuyur. Başa düşdünüz? Yəni mən əsəbləşməyim, xahiş edirəm sizə. Keçən sürət qrupunu götürdüm, uşaqlar həqiqətən oxuyurdular. İndi bəzən aksaklıqlar olurdu, əsəbləşirdim. Həqiqətən əsəbləşirəm. Mən elə bilirdim, müəllim olsam əsəbləşmərəm olsa. Mənim dediyim əməli edəməyəndə çox əsəbləşirəm. Deyirəm, get bu sınağı yaz, yəni sən nə lazımdır? Yəni bizim həm sürət qruplarımıza, həm də abituriyent hazırlıq qruplarımıza ingilis dili üzrə qoşula bilərsiniz, özünüzü təkmilləşdirə bilərsiniz, dövlət imtahan mərkəzi və yaxud digər imtahanlardan yüksək nəticə əldə edə bilərsiniz. Uğurlarsa inşallah bizimlə əlaqə saxlamaq üçün açıqlamada nömrəmiz var, oradan bizə yaza bilərsiniz. Bu şərhə yazılan sualları da cavablandırmağa çalışacağam. Minnətdaram. Sağ olun, kanalımıza abunə olmağı, Instagramdan bizi izləməyi unutmayın. Sağ olun, görüşərik inşallah. Növbəti videolarda inşallah mən çalışacağam sizə maarifləndirici videolar çəkim. Yaxşımı? Sağ olun.